Bu ilin yanvar-iyul aylarında Azərbaycana 29958 ədəd hibrid minik avtomobili ixal olunub. Yenavaz.com xəbər verir ki, ixal olunan hibrid minik avtomobillərinin 65,3% və ya 19555 ədədini elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan benzin mühərrikli hibridlər təşkil edib. Bundan başqa bu ilin ilk 7 ayında ölkəyə elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyəti olmayan 10386 ədəd benzin mühərrikli hibrid minik avtomobili gətirilib. İdxal olunan dizel mühərrikli hibridlərin sayı cəmi 17 ədəd olub. Qeyd edək ki, elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyətinə malik olan benzin mühərrikli hibridlərin bir ədədinin orta gömrük dəyəri 19,7 min dollar təşkil edib. Elektrik enerjisini xarici mənbədən doldurma qabiliyyəti olmayan benzin mühərrikli hibridlərin bir ədədinin orta gömrük dəyəri 20,6 min dollar təşkil edib. Dizel mühərrikli hibridlərin bir ədədinin orta gömrük dəyəri isə 83,9 min dollar olub. Hibrid minik avtomobilləri Azərbaycana əsasən bu ölkələrdən ixal edilib.